Okay, let's go. Biraz da parkın ərazisini gəzək. İstəyirəm, vaxtımız da azdır, hava da getdikcə qaralır. Birazdan qayıq sürmək istəyirəm, ora gedəcəm. Sarayın ətrafını gəzmək istəyirəm sizlər üçün. Çəkim göstərim. Saray ətrafı necə görsənir? Bu formadadır. Hal-hazırda restavrasiya işləri gedir. Bu parkın bu hissəsinə gedin. Görün burada nə var. Biraz maraqlıdır. Mənə elə gəlir ki, ətraf görüntünü yaxşı çəkə bilirəm. Görək bu tərəfdə nələr var, maraqlı olan. Burada da bir maşın körpüsü var. Oranı gedək çəkək. Xlebni dom. Xlebni dom adlanır, amma içəridə yəni bilmirəm, bəlkə də mənə çatmadı. O ada aid heç nə yox idi. Bu da xırda kassalardır. Yəqin bunun ərazisində hansısa binalara giriş onlar üçün nəzərdə tutulub. Və buradan bu körpünün olmazsa olmazı, köhnə, qədimi körpü. Parkın bu arkasıyla, binanın, hansı ki bu sarayın arkasıyla biraz dolaşaq. Burada görürsünüzsə təzə bəylə gəlindi, burada selfie çəkdirirlər. Bəzən insan gündəlik həyat qarğısından, problemlərdən və yaşadığı o şəhərin səs-küyündən bir anlıq uzaqlaşıb rahat nəfəs almaq istəyir. Belə bir yerə getmək istəyirsən ki, orada zaman akışı yavaşlasın. Haradasa insan özünü daha sakit və daha xoşbəxt hiss etsin. Mənə elə gəlir ki, məhz bu Çay-Çino parkı da belə yerlərdən məhz biridir. Burada hər adım atdıqca insan ətrafında təbiətin bu sakitliyi, ağacların fısıltısı, quşların səsini və ən əsasda gölün üzərindəki sakitliyi hiss edirsən. Bunların hamısı insana dərin bir rahatlıq verir. Bura sadəcə gör mənzərəli bir park deyil, eyni zamanda öz ruhunu dincəldə biləcəyi bir məkandır. Parka girdiyin ilk andan bütün yorğunluğu, stresi, problemləri bir anlıq da olsa unudursan, unuda bilirsən. Park sənə unutturur. Bu parkın da ən gözəl tərəflərindən biri də odur ki, bura gələn hər bir kəs özünə uyğun bir şey tapa bilir. Məsələn, kimsə sakitcə gəzir, kimisə ətrafda göründüyü kimi ailəsi ilə vaxt keçirir və buradan gəlir məsələ qarşıdan.
kimsə sadəcə oturur və bu gözəlliyi seyr edir. İnsan özünü burada başqa bir dünyada hiss edir. Tarixli saraylar, geniş yaşıllıqlar, meşəlik, göllər və bunlar birlikdə, hamısı birlikdə gözəl bir mənzərə yaradır. Və bir də bu ərazidə deyək dediyim kimi gələn hər bir şəxs özünə aid nəsə tapa bilir. Məsələn, gənclər də gəlir, ailələr də gəlir, qocaşlılar da gəlir. Bura sırf yeni evlənən cütlüklər də gəlir. Sırf ona görə ki, burada selfie çəkdirsinlər. 2005-ci ildə restavrasiya işindən sonra burada çox kliplər çəkilib, çox kliplər burada çəkilib, çox kliplərə ev sahibliyi edib, çox kinolara ev sahibliyi edibdir. Yəni bax bu ərazidən gördüyünüz kimi insanlar, mən də daxil olacağım yaşıllığa, orada çünki tarixi bina var. Gedək o tarixi binada çəkək. Burada bir qrup insanlar var, burada piknik edirlər, köhnə üslublu geyinlər, zdrayste, privet. Bunlar piknikdən gəlirlər, gördüyünüz kimi hamısı buranın sakinləridir, ruslardır, öz ailəsinlə, uşaqlarla istirahətə gəliblər. Meşənin ətrafında sadəcə burada ocaq yandırmaq olmaz. Qalan nə cür istirahət etmək istəyirsənsə, hər bir şərait var. Yəni həqiqətən baxın da, əraziyə baxın. Görün nə qədər gözəldir insan. Həqiqətən insanın ruhu dincəlir. İnsan istirahət edir. İnsan içində rahatlıq tapır. Bu qarşıda bir dənə də tikili var. Buradan çıxıb ora gedərəm. Ümidvaram ki, dostlar, bu videolar sizin də xoşunuza gəldi. Həqiqətən çox gözəl çəkilişlərdir. Çox gözəl bir mənzərədir burada. Çox gözəl çəkilişlər alınır. Yəni şəhərin içində meşəyə gəlirsən, istirahət edirsən. Yəni bu çox yerlərdə mümkün deyil. Biz məsəl üçün meşəyə getmək üçün mən öz ərazimizi pisləmirəm. İminli sən getməlisən rayona. Çünki burada dağ yoxdur, dəniz yoxdur. Bizim də o dağların, o dənizin öz gözəlliyi var. Bunlar da ondan istəyirlər, keyif alsınlar, istirahət etsinlər. Burada o şərait var. Göllər, meşələr, parklar, nasıl parkdır? Burada 2 nəfər gənc ətrafında, arxa tərəfində. Burada 2 nəfər xanım əyləşir. Sadəcə gəliblər, burada məsəl üçün qarşıda uşaq atası ilə tenis oynayır. Privet! Yəni heç kim mane olmur. Burada ailələr qarşıda otururlar, istirahət edirlər. Belənçinə artıq meşə deyil. Biraz içəri doğru gedəcəm. Görək qarşıda nə var, bizi nə gözləyir. Bizim 2-ci Yekaterinada bilib ki, hansı ərazini seçmək lazımdır. Çox bilir. Amma qismət olmuyor yazır. Gəlib burada istirahət edə bilmirik. Yenə sağ olsun, biz istirahət edirik, gəzirik. Siz meşənin gözəlliyinə baxın dostlar. Ətrafa baxın. Şəhərin içində hündür ağaclar, baxın, meşə.
Bura farklı burası. Dostlar, burada da karşıda gördüğünüz gibi tarihi bir binadır mənə elə gəlir ki, yaxınlaşım oranı da çəkim. Yəni bugün əsas məqsədim istirahət günümü ayırıb buranın hər bir detalını çəkib sizlərlə paylaşmaqdır ki, sizlər də buranı görərsiniz. Bax, binanın üstündə xanım heykəlləri var. Bura yəqin ki, öz dövrünün gözəl bir sarayı olur. Həqiqətən çox gözəl yerdir. Bura kafedir ya, restorandır, bilmirəm. İnsanlar da burada əyləşirlər. Bura kafe kimi fəaliyyət göstərir dostlar. Gördüyünüz kimi binanın önünü görmüşdür. Budur. İnsanlar burada var. Size dediğim kimi burada gelen her bir şəxs özünə aid nəsə tapa bilir. Yaşlı, gənc, hər bir şəxs buradan rahat istirahət edə bilir. Görək ətrafda nələr var. Burada çaylar var, kupeler var. Buradan da kofi götürür bizə. Здравствуйте, добрый день. Можно мне капучино, пожалуйста? 400 ml. Burada dostlar görürsünüzsə qiymətlər qeyd olunmuşdur. Нет, kartadır qaplardan. Və görürsünüz ki, burada qiymətlər hamısı göstərilir. Təbii ki, adi çöldən bahadır. Yəni adi bir dənə 400 ml kofenin qiyməti 400 rubludur. 300 ml 370 rubl, 200 ml 330 rubl. Və biz də ödənişimizi edək. Dostlar, ödənişi etdiyim yadından çıxıb kameranı açmaq. Bugün özümlə belə bir çanta götürmüşəm. İçi dolu powerbankı. Çünki kameranın öz powerbankı, telefon, yani çəkiliş etməyə biraz çətin olur. Спасибо огромное. Сахар могу использовать отсюда? Спасибо огромное. Personumuza əlavə edək, kofemizə göstər. Kofemizi koyaq bura, stolaba. Burada görürsünüz, burada belə bir stollar var. Kofe aldığın məsəl üçün əyləşib rahat bir şəkildə kofeni içə bilərsən. Karşıda arkada gördüğünüz yerden yer olmadı. O yüzden geldim buradan aldım. Böyle bir kadar köşklerdi. Burada da görürsünüz.
yaşlı insanlar istirahət edir. Yani büyükler buradan. İnsanlar çıxıblar istirahət etməyə. Və ən əsaslı odur ki, həqiqətən bura gələn hər bir şəxs, hər bir insan özünə aid nəsə tapa bilir, məşğuliyyət tapa bilir. Və qarşıda oturan 3 dənə xanım. Biri yaşlı xanımdır, ikisi gənc xanımlardır. Gəlib oturublar buradan meyvə şirəsi alıblar, çay alıblar, kod alıblar, oturub orada istirahət edirlər. Və gördüyünüz bu masalar da hamısı, bu arkada gördüyünüz mən kofe aldığım bu köşkə aiddir. İnsanlar buradan alır, ayaq üstə içmirlər və onlara şərait yaradılır burada. Otur kofeni iç. Yəni mən bu kofeni aldım, mən tək bu masanı zəhmət edə bilmərəm. Bunun ətrafında 3 dənə, 4 dənə stol varsa, 4 nəfər burada əyləşib rahat şəkildə kofesini içə bilər. Və dostlar, qarşıda bir qala forması görürəm. Üstündə, yuxarı hissəsində insanlar gəzir, şəkil çəkdirirlər və sizi orada götürəcəm, orada aparacam. Əlimdən gəldiyi qədər bu gün axşam gün batana qədər buradayım. Hal-hazırda saat 7'nin yarısı, 7'ye 23 dəqiqə. Akşam 9'da burada fəvvarə şou olur. Ümidvaram ki, onu da çəkib sizə göstərərəm. Bəli dostlar, sizə haqqında dediyim həmin o qala forması, bir qaladımı, tarixi abidədən əsası körpüdümü, bax bu qarşıda gördüyünüzdür, həmin odur. Orada pilləkənlər var, biraz yaxınlaşıram. İnsanlar çıxır oradan, selfie çəkdirir. Biz də çıxaq, fotosesiya edirlər orada. Və həqiqətən çox gözəl, mənzərəli bir yerdir. Gedək biz də orada ətrafı oradan çəkib sizə göstərək. Bax dostlar, burada mənim təbii ki, xatirimdə qalıb dağda, meşədə bənövşə gülləri var idi. O bənövşəyə bənzəyir, amma biraz daha bu hündür boyludur. Aslanlı mən onu Gədəbəydə görmüşəm, o Gədəbəyin dağlarında var, bənövşə gülü deyirlər. Burada aşağıda görüşünüz var, bənövşəyə rəydə. Bir anlığına məni ora apardı və buradan bütün Gədəbəylilərə salamlar. Təbii ki, buradan Quballara da salamlar, Xaçmazda salamlar, hər kəsə. Və bura bir qalanın bir qalığıdır, belə deyək. Bir hissəsidir. Yuxarıda görürsünüz, çəkiliş gedir, fotosesiya gedir. Xanım tülkü formasını geydir. Özdə oxşuyur biraz. Amma əlində qılıncı var, ehtiyatlı olmaq lazımdır. Yuxarı çıxacağım. Orada bir çəkiliş gedir. Nu olsun, yenə çəkiliş olsun. Və sizə də bu tülkü xanımı göstərərəm. Nağıllardan gördüyünüz kimi. Bizim tülkü xanım da izrayətdir ki, tülkü xanım da arxamdadır. Amma iki ayaqlı tülküdür də bu. Nağıllarda göründüyü kimi. Hə. Tülkü xanım da. Dostlar, həqiqətən gözəl mənzərədir. Buranın hündürlüyü, baxın.
Burada gənclər də var. Və sizə ətrafı çəkib göstərmək istəyirəm. Buradan aşağıda gördüyü gölün ərazisidir. Buradan aşağıda görürsünüz dostlar, görsəndir, ağaçlar çox sıxlıqdır. Həqiqətən çox yaşıllıq var burada. Və mənə elə gəlir ki, bura o zaman 2-ci Yekaterina sarayı tikdirən zaman saray bizim burada arxamızda qalır, arxa hissədə bir tərəfdə. Yəni bu hissədə qalır, arxada. Bura yəqin ola bilsin ki, düşmənlərdən qorunmaq, sarayı müdafiə məqsədindən tikilən bir hündür gözətləmə qalasıdır. Həqiqətən çox hündürdür. Ətrafdan da özünüz görürsünüz. Və bu arxada duran gəncləri də narahat elədim. Burada dayanmışdılar təklif etmək üçün. Sağ olsunlar, başa düşürlər. Yəni çox kaprizli deyirlər. Sağ olsunlar, başa düşdülər. Çox gözəl mənzərədir, çox gözəl. Spasibo огромное. Gözləyək, bunlar da gəlsinlər, çıxsınlar yuxarı. Çünki pilləkənlər o qədər dardır ki, 2 nəfər yan-yana keçə bilmir. Pilləkənlərlə enəyə dostlar gözlədik, adamlar çıxdılar. Çünki həqiqətən çox dardır və çox hündürdür. Həm təhlükəsizlik baxımından biraz neudobnudur, həm də ki insanları narahat etməyə dəyməz. Çünki burada oturet mədəniyyəti, yol vermə mədəniyyəti həqiqətən çox qabaqdadır, çox öndədir. Biz də bunlara uymalıyıq. Yəni elə ki gəlmişik bura, burada çalışırıq və işləyirik. Bura uymaq zorundayıq, belə deyək. Həqiqətən çox gözəldir. Gözlə 2 dəqiqə çıxsın, düş və yaxud gözlə kimsə ensin, sən qal. Bura parkın ərazisi. Buradan yenə Tülkü xanımın yanına gedəcəyik. Я вас не беспокою. Parkın bu hissəsinə də gedirik yol. Sadəcə mən aşağı getmək istəyirəm bu tərəfə, qayığa minmək üçün. Və qalanın bu hissəsində burada məlumat da var. 1804-cü ildə tikilib bura. 1804-cü ildə. Qalanın demək olar ki 200 ildən çox yaşı var. Və bura həqiqətən də gözətləmə qalası olub demək olar. Çünki tikildən də görsənir, çünki biraz düzdür. Yoxsa biraz olunmalıdır, dağılır. Çünki burada baxıram, arada arkalar var, kəsmələr var. Yəqin orada dayanıb iki tərəfdən, bu tərəfdən və ön tərəfdən pəncərələr də var, görsənir yəqin ki. Sol tərəfdən göstərəcəm. Pilləkənlər olub yəqin içəridə. Və bu yuxarıda gördüyünüz bir pəncərə və qarşı tərəfə keçək. Və bu da ikinci pəncərə. Gölün bu hissəsini və bu hissəsini gələn düşmanlardan sarayı qorumaq üçün tikilib yəqin bu qala. Gözətləmə qalası. Hansı ki bizdə Qız qalası var. Bu da onun kimi bir şey olub. Gözətləmə qalası. Qız qalasının tarixi gedəndə içəri şəhəri qorumaq məqsədindən tikilən bir qaladır. Qız qalası. Təbii ki burada da saray olub. Kralın, kraliçanın. Onların güvənliğini qorumaq üçün burada əsgərlər növbə çəkiblər, qarğılda dayanıblar, çox gümancdır. Amma həqiqətən çox gözəldir. İnanın, səmimiyyətimə çox gözəl. İnsan bir anlıq dincəlir. Mən həqiqətən zövq alıram belə bir gözəllikdən, bu sakitçilikdən.
Bunu istədiyin zaman burada yaşaya bilərsən. Şəhərdə yaşayırsan, səs-küy, yaşadığın ərazidən 2 addımlıq uzaqlıqda. Çünki belə parklar çox yerdə var. Bizim evin yanında məsəl üçün. Orada park var, Filyovski park seçmişəm. Çox gözəl mənzərəsi var. Bu da həmçinin. Bundan başqa parklar da var. Vaxtım olduqca söz verirəm, çəkib hamısını sizə göstərəcəm. Və bu da sizə bəhs etdiyim o xırda göllərdən biri. Şimdi burada bir-birindən düzdür, əlaqəsi var. Bu xırda-xırdadır, çoxdur. Hətta böyükləri də var. Yəqin ki, Yekaterina xanımın da buranı seçmə məqsədi o olur. Hətta burada tabloda göstərilib ki, burada üzmək olmaz, qadağandır. Burada da göstərilir ki, burada yəni olan bu heyvanları yemləmək olmaz. Yəni yazıblar burada, xahiş edirik sizdən, göldə üzən bu quşları yemləməyir. Olmaz, yəqin ki, özləri yemləyirlər. Əsas gedə bir dənə qayığa çataq, görüm. Yəqin ki, ümid edirəm ki, çatdıra bilərik. Bax, qarşıda da bir dənə şey var, köprü var, köhnə köprüdür. Burası keçməyə biraz çox gəlizdir. Bilmirəm haradan keçə biləcəyik. Amma göl balaca göl deyilmiş. Mənə elə gəldi, Pavarot var imiş. Mənə balaca göl deyilmiş, yəqin hissə-hissədir. Dostlar, buradan sizə qazı göstərmək istəyirəm. Burada ördək çoxdur, amma bu qaz təbii ki, mən rekt görürəm. Bu da çox gözəl qazlı, bəmbəyaz, gözəl. Həqiqətən çox gözəldir. Burada da əyləşiblər. Gənc xanımlardır. Öz palazlarını səriblər. Piknik edirlər. Və burada dostlar daha çoxdur. Ördəklər, qazlar. Arkada çəkiliş gedir. Burada gördüyünüz kimi insanlar əyləşiblər, istirahət edirlər. Qarşı tərəfdə həmçinin. Və sizə dediyim qayıqlar qarşıdadır. Bax, dediyim də ora çatım. Görüm, əgər bu boş var orada, çoxdur, boşları çoxdur. Əgər mən buradan gedim, qarşı tərəfə keçim ki, oradan qayıq arendaya götürə bilim. Bax, beləsini çıxırsan, görüb, gəzirsən. Burada da beləsində bir bulaq var. Bura dağ bulağıdır, içməli sudur. Meşənin özünü görürsünüz. Bəli dostlar, bu da meşənin, Tsariçino parkının bu tərəfdən, hansı qarşı tərəfdən sizə göstərmişdim, qayıqlar. Yəni, arenda olan qayıqları götürürsən plakata, gölü gəzirsən. İnsanlar da çıxıblar gəzməyə. Bu birisi tərəfindən.
uzun bir yol gətirsin. Həqiqətən çox böyük ərazisi var. Oradan bura gələnə qədər bir 15 dəqiqə çəkdi. Budur bizim qayıqlar. Yaxınlaşım görüm orada qiymətlər necədir. Yəni internetdən baxdığımızla uyğun gəlir ya gəlmir. Çox güman ki, ümid edirəm ki, onlar alınar, minərik. Biraz gölgəzin hissələrik. Bu meşənin də çəkilişini buradan edeyim. Həqiqətən çox gözəl görüntülər var. Ümidvaram səsimiz yaxşı gəlir. Onlar texnikadır. Səsimiz gəlməz. Nəsə olar. Əlimdən gəldiyi qədər edirəm ki, hər şey daha gözəl olsun. Bax, burada da ətrafda hər yerdə ördək, qaz, hamısı nə deyir ki, bu yaşlı təbiətin bunlara aiddir, bunlar ev heyvanları deyil. Mən yaxınlaşım, maraqlanım, oradan çəkilişimizi davam edərik. Buradan dostlar gördüyünüz kimi qiymətlər də burada hamısı göstərəcəm sizə. Deməli, velosiped qayıqlar 1300 rubl, adi günlərdir, 60 dəqiqədir, fərq etmir. Padmol günləri, praznik günlər 1400 rubuldur. 4 nəfərlik sən tək minsən, 4 nəfər 1000, fərq etmir, 1300 rubl ödəməlisən. Bu da çəkilişə görə mən bunu ödədim və götürüb indi çıxacağıq qayıq gəzintimizə. İzləmədə qalın, görüşərik. Hə dostlar, bu şəkildə bizi geyindirdilər. Biz aparsın sürüyəkə və yaxınlaşaq görək hansı velo qayığı mənə verəcəklər. Güzel. Ve yaxınlaşaq biz qayığımıza. Güzel. Я буду один. Минуточку. Управлять знаете? Что? Как управлять знаете? Если честно, нет. Вот он сел это справа, да? Все. Вправо поворачиваете вправо, влево поворачиваете влево. Педали как вперед, так и назад крутится. Спасибо огромное. Dostlar, hal-hazırda Boksaya mindik və udobludur çox. Bu şəkildədir. Biletimiz də biraz çox böyük olub elədir. Karşıda gördüğünüz bu adacıq var, balaca ada kimidir. Bura yaxınlaşmağa çalışacağım. Və dostlar, qayığımızı götürdük, görürsünüz hər kəs istirahət edir. Gölün gözəl mənzərəsi. Yəni bu velo qayığı fərq eləmir. İstəyirsən 4 nəfər, 4 nəfər, istəyirsən 4 nəfər olur, istəyirsən 1 nəfər, 2 nəfər götür. Bunun ara günlər qiyməti 1300 rubuldur. Yəni bura hər gün gəlmirik. Yəni açıq danışaq. Bu da bizim ördəklərimiz. Yəni bu çəkiliş üçün dəyər, belə deyək. İnsan həyatda bir dəfə yaşayır. Təbii ki, hər şeyin öz qaydası var, öz dəyərində. Bu da bizim adamın ətrafında
çalışacağım, turu gedeyim. Təbii tabiyə çıxmaq biraz qorxuludur. Kameramız da ağırdı. İnandırım sıkı kolum çok yorulur. Yine de buna dözmeye değer. Düz yolunuz həqiqətən maskəyə düşərsə, eğer ruhunuzun dincəlməni istəyirsinizsə, bir anlıq problemlərdən uzaqlaşmaq istəyirsinizsə, məhz bu park çox əlverişli bir yerdir. Tsariçino parkı metro Tsariçino'da yerləşir və sizlərə məsləhət görürəm. Gəlin, dincəlin, istirahət edin. Həqiqətən gəlib burada dincəlməyə dəyər. Qayığın bir saatı 1300 rubuldur. Hansı ki o 570 rubul, 500 rubul deyilir. Onlar adi qayıqlardır, açıq hərlə, əllə hərəkət olunan. Köhnə, bax hal-hazırda qarşıda 2 nəfər o qayıqda üzür. Onların qiyməti 570 rubuldur. Qarşıdan gördüyünüz hansı ki görsənir nə qədər bilmirəm, binanın, hansı ki 2-ci Ekaterinanın sifarişi ilə tikilən həmin o saray, Tsariçino saray, onun qala hissəsi, baş hissəsinin, hətta meşənin üstündən görsənir. Hətta qala belə deyək, təpənin üzərində yerləşir və ondan biraz qıraqda, bu tərəfdə təbii ki baş hissəsi görsənir. Həmin saraya aid olan kilsə var və qayıq turumuz başa çatsın, həmin o kilsəni də gedib çəkib sizə göstərəcəm və sizlərlə paylaşacağım. Və ətrafdan da görürsünüz ki, insanlar da istirahət edir. Həmin bu qayığa yaxınlaşmağa çalışacağım. Hansı 2 nəfərdir, oğlandır, qızdır, yəqin ki sevgilidirlər və romantik gəzintiyə çıxıblar. Və həqiqətən çox gözəl mənzərə, çox gözəl görüntüdür. Mənim qayığımın da bir dənə burada pedalı səsidir. İnşallah videoda pis olmaz, pis səs çıxmaz. Və burada dostlar sizə çəkib göstərmək istəyirəm. Ördəklər və sizə dediyim kimi bu parkda hər kəs öz payını tapır, belə deyək. Hər kəs özünə uyğun bir şey tapır. Bax burada fotosesiya edir, Bəygəlin orada fotosesiya edir. Yeni cütlüklərdir, evlənirlər
Və bura parka gəlib burada gözəl fotosessiyalar edirlər. Нет, у меня жилетки нет. Куда? Стажем, там пешком нужно ходить. Вот, туда. А мне нет разрешено вам взять, без жилетка, куда вам взять? А где же я взять? Вот туда надо ходить, А почему оплатить. вас А? А почему у вас запас нет? Зачем я запаздом не один? Езжайте дальше. Ой, красавчик, спасибо вам огромное. Ты как красавчик. Я знаю, куда надо езжать. Будьте добры и счастливы. Вот красавчик. Спасибо. И у вас девушка красивая. Девка, а девушка. И в Сен-Лоран. Девушка, не детка. По 50 кат. Красавчик. Девушку могу взять. Да вы что, даже это? Да, конечно, можно, без жилета. Belə dəlilər də var, la belə deyək. Yolumla gedirəm, durub oradakı məni götür. Mən buna nə deyim? Bax, bu dəliyə mən nə deyim? Yəni, dəli hər millətdə var. Hər bir millətdə, hər bir xalqda dəli var. Piyandı mı, nədir mi? Mənə deyir, məni götür, aparır baxa restorana. Yəni, burada restoran yoxdur qabaqda. Mən buranın işçisiyəm, nəyəm? Hadi çıxmışam gəzməyə. Valla insanlar nə yeyir, nə içir, bilmirəm. Həqiqətən insanlar qəribədir. Nəysə, üçün verməyək. Çox güman ki, onda biraz çatışmırdı, mən də biraz zarafatlaşdım ondan. Çünki əyri sualın əyri cavabı olur. Hər zaman. Həyat belədir ki, dəli ilə dəli olmalısan, ağıllı ilə ağıllı. Savadlı ilə savadlı olmalısan, savadsız ilə savadsız. Nəysə, keyfimizi pozmayaq.
Bu da gəzintimizin sonu. Ümidvaram bu gəzinti xoşunuza gəldi. Vaxt olduqca yenə də gəlib, yəni belə gözəl yerləri çəkib sizlərlə paylaşacağım. Siz də baxasınız və zövq alasınız. Qayığımızı parkovka edəyək. O tərəfdə boş yer var, mənə elə gəlir ki, mən yaxınlaşıb. Suda или туда? Может. Sonra dayandıq, leşlərimizi yığaq. Сейчас минуточку, собирать найдешь. Спасибо огромное. Ümidvaram heç nəyimiz qalmadı orada. Hər şeyi aldıq. Və yerək biraz orada rahatlaşaq, yoxlayaq, görə nəyimiz qalır, nəyimiz qalmayıb. Və bu formadadır bura. Dostlar, yolunuz düşərsə mütləq bura gəlin. Və belə qayıqlar da var. Özünüz idarə edirsiniz, hansı ki hərlərlə, hər loktası, belə deyək. Bunun əgər 2-3 nəfər olsam daha gözəl, belə deyək, keyfi. Bir də belə bir qayıq var. Bunun da öz keyfi var. Gələn dəfə bunu götürüb sürərik. Bizə göldən çəkdiyim görüntü, hansı ki demişdim, sarayın yanında kilsə var və sadəcə minarəsi görsənir, baş sözü görsənir. Bax, buradır. Çox təəssüf, içəri girmək olmur, çünki bağlıdır. Bax, burada qapıda qıfıl var, zamok var, burada da bağlayıblar. Görüntüsü budur. Hansı ki sarayın o dövrdə tikilməsi vaxtı bu kilsə də tikilibdir, sarayla bərabər. Yəni, əraziyə daxil ola bilsəydim, çəkib göstərərdim. Burada da məlumat tablosu var, çəkim sizə göstərim. ...1759-da tikinti başlayıb, 1765-ci ildə istifadəyə verilibdir. İnsanlar da burada dostlar istirahat edir, velosipedlə gəzirlər. Yəni heç kim də onlara mane olmur. Burada da bir tikili var, orada gedək çəkim göstərim. Və mənim ən çox xoşuma gələn bu körpü oldu. Kiçik və xırda həcmli olmasına baxmayaraq həqiqətən çox gözəl göz oxşuyur. Burada əyləşən xanımlar da məhz rəssamdırlar, rəsm çəkirlər. Parkın rəsmlərini çəkirlər. Həmin bu kilsənin rəsmini çəkir xanım orada. Sarayın ətrafında olan və saraya aid olan tikililərdən biri də budur.
Nə məqsədlə tikilib, açığı bilmirəm. Amma çox möhtəşəm görüntüsü var. Yəni üstündəki fiqurlardan da deyim sizə, çox gözəl görüntüsü var. Bu, həmin bu sarayın korpuslarından biridir. 3-cü korpuslarından biridir. Görünüşü də budur. Sarayın arxa tərəfinə keçək. Qırmızı kərpiclərdən tikiblər. Həqiqətən çox gözəl memarlıq abidəsidir bu. Sarayın, həmin bu kiçik sarayın arxa tərəfindən də giriş var. Həqiqətən çox gözəldir. Hal-hazırda bu körpüyə yaxınlaşıram. Gördüyünüz kimi. Orada səhv etmirəmsə, xırda pilləkənlər var. Görüm aşağı enə bilərəm. Bu körpünün də çox gözəl mənzərəsi var. Bunu çəkib sizlərlə paylaşmaq istəyirəm. Və saray həqiqətən çox gözəldir. Bu şəkildədir. Saraya gedən körpü. Çox gözəl memarlıq abidəsidir. Çox gözəl tikiblər. Sütunlarını da göstərim sizə. Həqiqətən çox gözəldir. Üstündə olan naxışlar çox gözəldir həqiqətən. İnandırım sizi, otun içinə girmişəm, otluğa. Bir piyada yolu yoxdur. Ora keçə bilməyəcəm, ora bataqlıqdır. Görüm, buradan keçə bilərik, hə, keçdik. İnsanlar da yuxarıdan başlayılan dururlar, mənzərəni seyr edirlər. Yəni, körpünün üstündən bir ayrı gözəllikdir və aşağı tərəfdən körpünün görünüşü də bir gözəllikdir. Fərqli bir gözəllikdir. Bunu mən sizə tam anlada bilmərəm. Onun üçün burada olmaq və yolunuzu buradan salmaq lazımdır ki, bu gözəllik görürsünüz. Buradan da çıxaq yuxarı pilləkənlərlə. Və körpünün üst tərəfinə gəldik. Buradan çəkim sizə göstərim. Bu körpü düz saraya gedən yoldur. Həqiqətən gəz bitmir. Bura gəlmək üçün особенно səhər tezdən gəlməlisən, saat 10-da burada olmalısan ki, axşam 10-a qədər parkın bütün ərazisini gəzib tutara bilərsən.
Vaxt tez gedir və park arası çox böyük. Və burada da belə bir mənzərə var. Bu körpünün biri də qarşı tərəfdədir. Bir çəkib göstərmişdim sizə. Belə körpülərdən burada çoxdur. Və enək hansı ki fəvvarənin yanına, orada hal-hazırda çox gözəl işıqlandırma var. Bəli dostlar, hava qaralır. Gəlin buradan körpünün bu hissədən də tam meşənin bu hissəsindən nə qədər görsənir bilmirəm. Sizə çəkim göstərim. Həqiqətən də buradan çox gözəl bir görüntüsü var. Ben kameranın zaretkası qurtarmışdı deyə bateriyası biraz gözlədim ki, onun zaretkası tam batareyanı doldurum. Yenidən çəkilişlərə davam edək. Və enirəm buradan aşağı, hansı ki fəvvarələr olan yerə. Gedək oradan da çəkilişimizi davam edək və bugünkü videomuzu burada yekunlaşdıraq. Buradan uzaqdan görsənir. Çox gözəl işıqlandırma sistemi var və sanki bu fəvvarə rəqs edir. Bu da həmin o körpü, körpünün üzərindəyik. Yaxınlaşıram fəvvarəyə. Körpünün özünün ayrı bir gözəlliyi var və selfie çubuğum balacadır məndə, 1 metrlikdir. 3 metrlik olsa gözəl bir drone görüntüsü, mənzərəsi ortaya çıxar. Və hər kəs bura gəlir istirahət etməyə. Böyükdən kiçiyə, yaşlısı, hər kəs. Bax, bu da həmin bu fəvvarənin körpüdən olan görüntüsü. Və yanımdan keçən bir nəfər öz uşağı çumağını oxuyur. Mənim qızım Meri meymundur və mən onu çox sevirəm. Bu da bizim bu fəvvarənin, Çariçino parkındakı fəvvarənin gecə görüntüsü. Baxın, insanlar burada əyləşiblər və bu gözəl mənzərənin keyfini çıxardırlar. Böyükdən kiçiyə hər kəs burada oturur, əyləşir, kimisi gəzir, fəvvarənin tam yaxınlığında dayanır.
insanın ruhu dincəlir. Bir sözdən insanın ruhu dincəlir. Yəni parkdır, parkın bir addımlığında şəhərdir, şəhərin gürültüsü, o əsəbi, stresi və oradan parka daxil olursan, bu gözəlliyi, bu insanın ruhuna çox xoş bir təəssürat bağışlayır. Bir anlığına hər şeyi unudursan. Bəli dostlar, siz də əgər belə bir gözəlliyi istəyirsinizsə, mütləq və mütləq yolunuzu Sarıçino parkından salmalısınız. Və həqiqətən çox gözəl mənzərədir. Yəni insan buradan ayrılmaq istəmir, belə deyək. Bəli dostlar, ümid edirəm ki, bu səyahət sizlərin də xoşuna gəldi. Və bu səyahət zamanı, çəkiliş zamanı sizlər də bu çəkilişlərdən böyük bir zövq ala bildiniz. Əgər videonu bəyəndinizsə, like etməyi, kanala abunə olmağı və yeni videolar üçün bildirişləri açmağı unutmayın ki, və bu çəkdiyimiz videolar, çəkdiyimiz əziyyətlər bir çox insanların qarşısına çıxsın və sayımız birlikdə böyüsün. Və sizlərin də sayəsində təbii ki, kanalımız daha da inkişaf etsin. Belə deyək, hər şey sizlərin sayəsində. Siz izləyiciləri sağ olun, özünüzdən müğayət olun. İşgüzar Səyahət kanalımda yeni videolar, yeni çəkilişlərlə, yeni ərazilərdən görüşmək ümidi ilə. Özünüzdən müğayət olun. Ümidvaram, yəqin ki, bu çəkilişdən çox böyük bir zövq ala bildiniz. Yəni o zövqü isə yaşada bildim.
music.